Axşamınız xeyir dostlar. Yenə də təzə bir nağılla qarşınızdayıq. Bu axşam sizə Ququşu, Durna balığı və Xərçəng adlı rus nağılını danışacağam. Əşyaların və heyvanların da bir-biri ilə danışa bildiyi bir zamanda göl kənarında bir fayton dayanmışdı. Bozat faytonu göl kənarına çəkib aparmış, amma sonra orada qoyub çöllərdə dolaşmağa getmiş və bir daha qayıtmamışdı. Zavallı fayton soyuqda üşüyür, külək əsdikcə titrəyir, amma əlindən bir şey gəlmirdi. Atsız fayton necə hərəkət etsin, elə deyilmi? Fayton qardaşlarının yanına qayıtmağı istəsə də bunu bacarmadı. Günlərin birində göldən bir durna balığı başını çıxarıb faytondan orada niyə dayandığını soruşdu. Atın faytonu atıb getdiyini və onun evinə tək qayıda bilmədiyini eşidib dedi. Zavallı fayton, mən sənə həqiqətən kömək etmək istərdim, amma tək başına səni evə qədər itələyə bilmərəm axı. Burada gözləyəcəm. Qoy başqa birisi də gəlsin, səni evə aparaq. Durna balığı sahildə üzərək faytona kömək edə biləcək başqa birisinin gəlməsini gözləyirdi. Bir müddət sonra qısqaclarını oynada-oynada gələn bir xərçəng göründü. Başına gələnləri eşitdim, yazıq fayton. Bax, mən də sənə kömək etmək üçün buradayım. Deməli artıq 2 olduq. Durna balığı sevindi. Elə bu vaxt böyük qanadlarını çırparaq uçan bir ququşu gölün sahilinə indi. Fayton bunu görüb çox sevindi. Üçü də birləşsə ona kömək edə bilərdilər. Ququşu həqiqətən xeyirxah quş imiş. Faytona yardım etməyə razı oldu. Beləliklə üçü də məsləhətləşdi. Ququşu faytonu qabaqdan çəkəcəkdi, durna balığı yandan itələyəcək, xərçəng isə arxadan kömək edərək faytonu hərəkət etdirəcəkdi. Hamısı birlikdə çalışmağa başladı. Lakin araba heç yerindən tərpənmədi. Ququşu havaya uçmaq istəyir, durna balığı gölə tərəf itələyir, xərçəng isə arxadan çəkmək əvəzinə özünə tərəf dartırdı. Hava qaralmağa başlayanda xərçəng yorulub gölə qayıtdı. Buna bax, heç sağollaşmadı belə. Durna balığı deyindi. Yaxşı, gecən xeyrə qalsın fayton. Mən də gedirəm. Hamı çıxıb gedəndən sonra Ququşu tək nə edəcəkdi ki? O da faytonu orada qoyub havaya qalxdı və gözdən itdi. Zavallı fayton gölün kənarında dayanıb ona kömək etmək istəyən 3 xeyirxah heyvanın niyə onu yerindən tərpədə bilmədiklərini düşündü. Elə bu vaxt ağacın budağında oturmuş qoca bayquşun səsini eşitdi. Bilirsənmi məsələ nədir? Ay fayton, onların arasında birlik yox idi. Ququşu səni havaya, durna suya, xərçəng geriyə çəkirdi. Üçü ayrı istiqamətə çəkilən fayton əlbəttə hərəkət etməz. Üçü də eyni tərəfə çəksəydi, sən indiyə qədər evə gedib çıxardın. Fayton çox kədərlənmişdi. Amma gölün kənarında bozatı gözləməkdən başqa çarəsi yox idi. Axır ki, bozat gəlib faytonu başqa faytonların yanına apardı. Bir-birinə qovuşan arabaların yaşadığı sevinci görməyə dəyərdi. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.